Nə danışırsan? Nə danışırsan sən? Başın gedib sənin. Qardaş demişəm, ya sənə mən qardaş demişəm. Danışdığın sözlərə fikir versən sən? Mən olanı deyirəm. İstəyirsən inan, istəyirsən inanma. Nə olan deyirəm, hə? Hı? Nə olan deyirəm? Çox gözlətmədin. Ay qız hər şeyi bildi. Neyniyəcəm mən? Geyinmişəm, əynimi heç bilmirəm hara gedim. Telefonla danışırdım, dayanıb qapıda qulaq asıb hamısına. Bilmirəm. Çıxıb evdən neçə saatdır yoxdur, gəlməyib hələ. Neyniyim mən? Yoxa sizin evi tanıyır, gəlsəm tapacaq orada məni. Nə bilim, görüm neynirəm, xəbər eləyəcəm də sənə. Deyəsən gəldi, qapı döyülür. Yenə döyülür. Nə olar. Gedirəm açmağa. Xəbər eləyəcəm sənə. Salam xanım, sifarişiniz var idi, bu gün bana çatmalıydı, sizə çatmalıydı. Buyurun. Mən işini sifariş eləməmişim abi. O məni heç istəmədi ki, onsuz. İstəyirmiş kimi davrandı sadəcə. Neynədimsə yarana bilmədim. Həmişə onun tərəfdən yarım qaldım. Düzdür, şəhərə çıxıb gəzməyi falan yenə çox deyildi. Həmişə evdə olurdu. Amma hər qələti elə evdə eləyirmiş. Fərqli sanırdım, fərqli görürdüm. Sən də fərqli o yox, fərqli baxan mənmişəm. Nəysə, hədiyyəsini götürüb yəqin ki. Məncə ən doğru qərar və seçim bu idi. Seçimini də özünə buraxıram. Məndən qərar.